Dul gəlin. Sənin vəzifəni yüksəltmək istəyirəm. Niyə? Çünki səndə qətiyyət gördüm. Pəncərənin qabağında neynirdin? Heç elə belə. Biraz təmiz hava almaq istəyirdim. Bugün başqa cür görünürsünüz. Hə, kosmetologa getmişdim. Gözünüzə gözəl görünmək üçün. Sən rəhbər olan gün mən ərizəmi yazıb çıxacağam. Böyük danışma. İşimi əlimdən ala bilərsən, canımı yox. Onu bir dəfə görməyimə imkan ver. Uzaqdan da olsa. Sən onu görməyə layiq deyilsən. Hey, mənə bax. And içirəm ki, ona barmağının ucu ilə belə toxunsan, qolunu yerindən qoparıb ataram. Başa düşdün? Hava soyuqdur. Əynini biraz qalın geyinərdin. Qayğıma qaldığın üçün sağ ol. Niyə bu qədər sağ ol deyirsən? Hə, düz deyirəm. Aydan, Oy, səni buna görə böyütmüşəm. onda məni qəfəsə sal. Çölə çıxmağa da qoyma. Deyəsən, qısa vaxtda onun ürəyinə girə bilmişəm, hə? Hə, əlbəttə, o qədər pulunuz var. Mən ümidimi üzməyəcəm. Gəl aramızdakı sərhədi qoruyaq. O qadından onsuz da adam olmayacaq. Nə vaxtsa ələ keçəcək. Məncə, onun əcəli çatıb. İndi əlinə keçirmək istədiyi kişi onun nazı ilə oynamayacaq. Onu düz o biri dünyaya göndərəcək. Ata, o adam kimdir? Kim olduğunu neyinirsən? Ondansa anan bir qız tapıb. Ondan evlən. Xahiş edirəm oğlum. Mənim dediyim elə. Mənə onun kim olduğunu de. Onu hardan tapa bilərəm? Oğlum, Ata, nəysə. Sən deməsən də onu özüm tapacağam. yaxşı. Onu tapandan sonra nə eləmək istəyirsən ki? Mən o əxlaqsızı öldürəcəm, ata. Öldürəcəm. Oğlum! Axmaq oğlan. Sən heç nə eləməyəcəksən. Güya səni tanımıram oğlum. Onu tapan kimi yenə sənin ağlını başından alacaq. Nə olur olsun. Sən onunla görüşməməlisən. Amma Manav sözünün üstündə durdu. Deyirdi o qadın oğlunu bir də narahat eləməyəcək. O qadınları necə cilovlamağı bilir. İndi onun xahişini yerinə getirməliyəm. Salam aleyküm yoldaş general. Sizdən bir xahişim var. Axşamın xeyir. Axşamın xeyir. Hər şey yaxşıdır, xala.
Hə, yaxşıdır. Gəl otur. Nə olub? Niyə keyfiniz yoxdur? Heç soruşma. Bugün məni çox əsəbləşdiriblər. Kim? Niyə? Kim olacaq? Afərin sənə, ana. Məni hamıya pisdə. Dərdini hamıya danış. Daha sənə sözüm yoxdur. Bəlkə çıxıb bütün məhəlləyə car çəkəsən. De ki, qızımı yad bir oğlanla tutmuşam, hə? Danış da, ana. Mən bunu başqalarına deməmişəm. Deməyəcəm də. Bəs o kimdir? 4 gündə evində qalır deyə ondan qohum olmusunuz? Bəlkə soyadını ona verib evə qeydiyyata da salasan, hə? Özünü ələ al. Bacına qarşı hörmətsizlik eləmə. Nə? Bacıma? Mənim bacım yoxdur. İncimə Qumru. Son günlər özünü heç yaxşı aparmır. Bəlkə Aydan haqlıdır. Mənim getməyə vaxtım gəlib. Qumru, sən artıq böyük, ağıllı qızsan. O isə hələ uşaqdır. Ona fikir vermə, tələsmə. Sənin bu qərara gəlməyin məni də narahat eləyir. Yəqin istəməzsən səndən inciyim, düzdür? Düzdür. Onda sakitcə burada yaşa. Həmişə belə eləyirsiniz, xala. Nə vaxt işlərin yaxşı olacaq, özünə ev alacaqsan. Bax onda buradan çıxıb gedə bilərsən. Yaxşı, xala. Allah qoysa, dediyiniz kimi olar. Qəhvə üçün çox sağ ol. Bunu mənə gətirmişdin? Sənə. Çox sağ ol. Yaxşı. Gecən xeyrə qalsın. Məni qovursan? Yox, qovmuram. Biraz səndən danışmaq istəyirəm. Ürəyimdə o qədər dərd yığılıb ki. Bəlkə səndən danışsam yüngülləşərəm. Yaxşı, danışarıq. Sən mətbəxə get. 5 dəqiqəyə işimi qutarım, yanına gələcəm. Həm də əyninə nəsə başqa bir paltar geyinsən yaxşı olardı. Niyə burada yox? Paltarıma nə olub ki? Qızlardan hansısa gəlsə, onda pis vəziyyətə düşərik. Bu geyimdə yaxşı çıxmaz. Onlar çoxdan yatıblar. Niyə tez yatıblar?
Fərhad, saat 12-dir. Yaxşı. Hə, düzdür, 12-dir. Onda sən niyə yatmırsan? Bilmirəm, yuxum gəlmir. Çalış, özünü məcbur elə yat. Sən dincəlməlisən. Hər halda hamilə qadınsan. Fərhad, səni belə bilməzdim. Vəziyyətdən çıxmaq üçün mənim zəif yerimdən istifadə elədin. Onda gərək mənə ümid verməzdin. Mən sənə çox hörmət eləyirdim. Yaxşı, Fərhad. Yaxşı. Ulduz? Necəsən? Salam əleyküm. Sən necəsən Qabil? Yaxşıyam. Sən burada nə edirsən? Hə? Neyniyə bilər? Burada yaşayır. Bura bax Qabil, sən onu hardan tanıyırsan? Keçmiş qonşularımdan biridir. Hə, doğrudan? Eyni küçədə yaşayırdıq. Elədir. Bəs sən burada nə gəzirsən? Hə, Ulduz xanım, mən özüm deyərəm. Qabil artıq mənlə bir yerdə işləyir. Doğrudan? Hə, elədir. Ulduz xanım, Əbrar harasa getsə, Qabil sənin qulluğunda olacaq. Nə yaxşı. Qabil keçmişdə küçəmizin fəallarından biri idi. Bizim ailəmizə çox kömək eləyib. İndi ona nəsə bir iş tapşırmağa adam utanır. Hə, Qabil. Deyəsən küçədə yaxşı hörmətin var imiş. Amma biz Qabillə yad deyilik. Onunla rahat dil tapa bilərik. Hə, Sabah mağazalara getmək istəyirdim. Sən mənlə bir yerdə gedə bilərsən? Hə, Qabilcan. Tapşırığı eşitdin? eşitdim. Lap yaxşı. Bir də Qabil, sənə əziyyət olsa da bir-iki yüküm var. Onu gətirə bilərsən, hə? Gətirər. Əlbəttə gətirər. Ulduz xanım, siz heç nədən narahat olmayın. Tapşırıq verin və salam. Elədir Qabilcan? Hə, elədir. Düz dediniz. Çox sağ ol.
Bilirəm, Qabil. Sən özünü güclə saxlayırsan. Amma bu işdir, Qabil. Hər şey yaxşıdır, ustad. Onda lap yaxşı. Çörək ver. Çörəklə yeyək. Özün də ye. Ana, mən gedirəm. Hə? Hara gedirsən? Kollecə. Qızım, axı semestr bitib. 10 günlük tətilə çıxmısınız. Ana, niyə belə eləyirsən? Axı mən sənin üçün uşaq deyiləm. Başqa işlərim var. Axı sənin başqa nə işin var? Hara gedirsən, qızım? Hazırlığa. Dərsi yaxşı mənimsəməyənlərə 2 saatlıq kurs təklif eləyiblər. Hə, əlbəttə. Telefondan ayrıla bilmirsən axı. Dərsi necə oxuyacaqsan? Hə, bu gedişlə hələ 1 ildə dərslərdən geri qalacaqsan. Gedə bilərəm, ana. Hə, yaxşı. Get, nə deyə bilərəm? Yaxşı. Dayan görüm. Yemək yemədən gedirsən? Hə, ana, yeməyəcəm. Yaxşı. Qumru, onun hərəkətini gördün? Hər gün məni əsəbləşdirməyə bəhanə tapır. Çox fikir eləməyin xala. Mənim Şirin adında bir xalam qızı var. Uşaqlıqda xalamı çox əsəbləşdirərdi. Amma indi artıq boya başa çatıb. Çox ağıllı bir qız olub. Anası ilə olduqca mehriban davranır. Uzağı 2 il. Görəcəksiniz, Aydan da dəyişəcək. İnşallah dediyin kimi olar, qızım. Yaxşı, oldu. Onda mən də işə gedim, gecikməyim. Hə, axıra kimi ye. Yox, doydum. Sağ olun. Oldu. Şükür Allah. Allah Sağ artıq olun. eləsin. Salamat Yaxşı qalın. ol, qızım. Sağ ol. Günün yaxşı keçsin. Necəsən? Yaxşıyam, sağ ol. Çox gözəl. O ulduz bura necə gəlib çıxıb, hə? Bu uzun əhvalatdır. Deyəsən o Manaf bəyin sevgilisi olub, hə? Demək olar ki, onun əri Fərhad axmağın biri idi. Aydın məsələ idi ki, belə gözəl arvadı çox əlində saxlaya bilməyəcək. Mən bunu hiss eləyirdim. Hə, doğrudan da gözəl qızdı. Oh, gözəl imiş. Əgər mən də Manaf bəy qədər varlı olsaydım, çoxdan gəlib boynumdan asılmışdı. Qabil qardaş, hə, nə olub? Arvadın sağdır. Hə, Allaha şükür. Onda arvadının qədrini bil. Bunlardan xeyir gəlməz. Arvadın həmişə sənin yanında olacaq. Belə qadınların hamısı müvəqqətidir. Cavan olsa da başı yaxşı işləyir. Gözəl Mənsurəm. Bəlkə
ona bir dəstə gül alım aparım, hə? Əşi yox, yoxsa özünü tamam itirər. Hə, elədir. Aydan? düz deyirsən. Əla. Nə vaxt baxırsan, kimsə səni izləyir. Dayan, heç yerə getmə. Bu adam mənim heç kimimdir. Onda niyə bizi narahat eləyir? Aydan, anana hara gedəcəyini demişdin? Ey, evimdə yaşayırsan deyə elə bilirsən mənə ağalıq eləyə bilərsən? Mən sənə ağalıq eləmirəm. Amma anana yazığın gəlsin. Yazıq, bütün çətinliklərə baxmayaraq səni hamıdan yaxşı böyütdü. Bu da ona çox sağ olundu. Mən məruzələrə qulaq asmaq istəmirəm. Boş olanda zəng eləyərsən. Görürsən neynədin? O sənə görə çıxıb getdi. Aydan, de görüm sənə nə olub? Əlişir, dayan, getmə. Qumru, qulaq as. Mənim burada dayanıb səndən söhbət eləməyə vaxtım yoxdur. Əgər mümkündürsə, həyatıma ümumiyyətlə qarışma. Aydan. Axı bu qıza nə olub belə? Arzu xalaya desəm lap pis olacaq. Amma bu məsələni belə qoymaq olmaz. Hələ oyanmamısan? Özünü yaxşı hiss edirsən? Hə, yaxşıyam. Sadəcə yatıb qalmışam. Nəsə olub? Adətən yuxudan tez oyanardın. Dünən sənin sözlərini fikirləşdim. Sən düz deyirdin. Əslində mən çox yatmalıyam. Hamiləliyim üçün xeyirlidir. Hə, düzdür. Qapını içərdən bağlaya bilərsən? Mən qızları məktəbə aparıram. Yaxşı yol. Sağ ol. Bir dəfə üzr istəmədi. Əvvəl-axır səni tapacağam. Səndən mütləq qisasımı alacağam. Ləçər. Görəsən onu hardan tapa bilərəm? Yox. Əla, tapdım. Tapdım. Görəsən qızlar hansı məktəbə gedir? Mən
mən səni zəif yerindən vuracam. Qomru, səndən bir məsələ ilə bağlı məsləhət almaq istəyirəm. Amma bu işlə bağlı deyil. Əgər hə desən, Yaxşı, soruşun. qızım, Aydan, Sizi başa düşdüm. Özünüzə əzab verib izah eləmək lazım deyil. Nə demək istədiyinizi yaxşı başa düşürəm. Siz Aydanla görüşmək istəyirsiniz. yox, yox. Onunla görüşməyə ürəyim gəlmir. Heç olmasa, uzaqdan da olsa görmək istəyirəm. Arzu xala buna qarşıdır, bilirsiniz də. Bilirəm. Amma mən yenə də sizə kömək eləmək istəyirəm. Bəlkə də Arzu xala mənim bu hərəkətimdən inciyəcək. Amma ümid eləyirəm gün gələcək, mənim düzgün iş gördüyümü başa düşəcək. Bir də Qasım bəy, mümkün olduğu qədər Arzu xala ilə dil tapıb Aydana bütün həqiqəti danışmalısınız. Bu məsələni sir saxlamaq olmaz. Sən haqlısan. Qomru, sənə minnətdaram. Mən heç vaxt Arzunu günahlandırmamışam. O, həddindən artıq əziyyətlər çəkib. Mənsə öz rahatlığımı fikirləşib, uzaqlarda günümü keçirtdim. Arzunun çəkmədiyi əzab qalmadı. Qomru, səndən bir kömək istəyəcəm. Qızımı mənə bir dəfə göstər, uzaqdan da olsa. Ondan sonra rahatlıq tapacam. Yaxşı, bunu eləyərəm. Bəs bu günə kimi niyə onu axtarıb tapmamısınız? Bunu bacarardınız axı. Mən qətiyyətli ola bilmədim. Mənə kömək eləyərsən? Oo! Atacan. Nə vaxt görürəm, bu qız sənin yanından əl çəkmir. Sən bugündən etibarən, yox, elə indidən qapını döyüb içəri girəcəksən, icazə alıb gələcəksən.
Ata, Başa düşdün? Çox heyf ki, elə sən də qardaşın kimi tərbiyəsiz olmusan. Bəsdir bu qədər həyatıma qarışdınız. İndi mənim işimə də qarışacaqsınız? ata, icazə ver mən sözümü deyim. İcazə vermirəm. Çıx otaqdan. Bir də gələndə qapını döyüb, icazə istəyib, ondan sonra gələcəksən. Çıx! Zarafat eləyirsən, ata. Çıx dedim. Ata, gəlmək olar? Yox. Bir saatdan sonra gələrsən. Nə? Nahaq yerə qəlbini qırdız. Əslində, onlar mənim həyatımı məhv eləyiblər. Onunla qardaşına heç vaxt ata lazım olmayıb. Salam əleyküm, Arzu xanım. Əleyküm salam. Sizə sözüm var. Yaxşı ki sizi gördüm. Mən tələsirəm Çingiz. Yaxşı görək. İndi dayanacağa gedib 1 saat avtobus gözləyəcəksiniz. Niyə yalan danışırsınız? Hə, deyəsən məni çoxdan izləyirsən. Bunu bilmək üçün izləməyə ehtiyac yoxdur. Hə, nə demək istəyirdin? Amma tezdir. Qısası, mən Qumru ilə evlənmək istəyirəm. Bunu niyə mənə deyirsən? Mən nə onun anasıyam, nə də ki qohumu. Deməli, sizin Qumruya heç bir adiyyatınız yoxdur, hə? Hə, Deməli, Qumrunun özünü razı salsan bəsdir, hə? hər halda səni onun yanında görsəm, sakit dura bilməyəcəm. Axı elə indi dediniz ki, onun heç nəyisiz. Mən ona yad ola bilərəm. Amma kənardan sakit də baxa bilmərəm. Məni düzgün başa düş. Qəribə adamsız. Onda ürəyini necə ələ alacam? Danışmağa qoymursunuz. Amma deyirsiniz onun heç nəyisiz. Çingiz, sən sakit öz yolunla getsən yaxşı olar. Qumruya yaxınlaşma. Onun özünün sevdiyi adam var. Deyirsiniz sevdiyi oğlan var. Hə, Elə bilirsiniz, onun dul olduğunu bilmirəm. nədir? Dul qadınların ürəyi yoxdur? Əlbəttə var. Afərin. Əgər sözün bitdisə mən gedim. Salamat qal. İşə gecikirəm. Dedi sevdiyi adam var. Ağlın başındadır. Qapını yavaş bağlasan olmazdı ki. Nə olub sənə? Hey, hər şey yaxşıdır. Atam məni bir kəndçinin yanında biabır elədi. Kəndçi kimdir? O, Əlişirin köməkçisini deyirəm də. Ha. Qumrunun? Nə Qumru? Niyə gülürsən?
Cavab versənə nəsə olub? Yox, hər şey yaxşıdır. Sadəcə Qumru çox maraqlı qızdır. Gözəldir, cəzbedicidir. Nə? Qardaş, mən onun haqqında nə danışıram? Görsən nə danışırsan? Xahiş edirəm, bacı. Bəsdir, o qızdan əl çək də, xahiş edirəm səndən. Hı? Qardaş, səni heç tanıya bilmirəm. Bilirsən, mən gözəlliyi vurğunuyam, bacı. Hələ gözdə. O ifritənin burada kölgəsini də görməyəcəksən. Yox, sən bunu eləyə bilməyəcəksən. Atama görə görəcəksən. O heç nə eləyə bilməyəcək. Bacıcan, mənə qulaq as. Hı? Mənim bu iş yerinə gəlməyə həvəsim yox idi. Bilirsən də? Qumru burada olduğu üçün mən bura gəlib gedirəm. Uzun sözün qısası. Özümə yeni oyuncaq tapmışam. Beləmi? Qardaş, siz kişilər elə hamınız eynisiz. Görəsən bacım, niyə Qumru ilə yola getmir axı, hə? Kim var? Açın qapını. Ərimi tapıb verin. Tez olun, qapını açın. Açın. Hey! Niyə gəlmisən, axmaq qadın? Məni rahat buraxacaqsan? Yox, nə qədər ki sağam, ölməmişəm, səni rahat buraxmayacağam. Özünə əl al. Bu həyasıza baş qoşma. Hey, mənə bax. Səni necə inandırmalıyam? Dursun xanın ölümü ilə mənim əlaqəm yoxdur. Ölümü ilə? Yoxa çıxmağı ilə bağlı deyirəm, yoxa çıxmağı ilə. Başa düşdüm. Hər şey yaxşıdır? Hə, bunun səndən heç bir əlaqəsi yoxdur. Mən də çıxsam olar? Necə istəyirsən, çıxmaq istəyirsən, çıx. Yaxşı. Sən onu işdən uzaqlaşdırdın. Ümidim yalnız o müstəntiq idi. Sən bunu bilirdin. Ulduz xanımın könlünü necə almaq lazım olduğunu yaxşı bilirəm. De görüm. Ona $1-2 uzatsaz, sevindiyindən nə desəz eləyəcək. Qardaşımın da ağlını başından almısan. Qardaşınız məni heç maraqlandırmır. Mümkün olsa ümumiyyətlə gözümə görünməsin. Ey, mənə bax, Allah cəzanı əl versin. çək, rədd ol buradan. Cəhənnəm ol buradan, gözümə görünmə. Dilini qopararam, tez ol, rədd ol. Özünü qoru, ehtiyatlı ol. Dediyin sözlərə görə səni peşman eləyəcəm. Qumru buradan getməlidir. Siz bunu mənə niyə deyirsiniz? Qızım, uzaqdan bir dəfə görsən bəsdir. Kimi uzaqdan görmək istəyirsən? Gülsüm,
Oğlunuzu bağçadan götürüb qaçırdım. Ay yaramaz. İmran Bey'in bağçaya getdiyini o hardan bilib? Bilmirəm. Əgər söz atmağa gəlmisənsə, onda çıx get. Atam yenə şübhəli addımlar atmağa başlayıb. Yazığın gəlməsin Sevər. Sözlərinə uyğun cəzasını alıb. Odur, tək gələn qız.